Fatih Baba. Salam. İçimizdeki haklı qəzəbi necə sustura bilərik? Onun lütfü Allah'tan olmalıdır. Haklı qəzəbdən mən 4 metrlik yerdən çırpıldım yerə. Biz bura haqmaq gətirməmişik ki, Allah'ın işinə də qarışa bilmərik. O haqlı qəzəbləndirdiyin sənin sınavındır. Onu şükürlə qəbul etməlisin. Etmədinsə cəza yaşayırsın. Mən sənə çoxdan bu mövzuya dəymirəm. Deməli, mən bu qonşuluqda bayaq danışdım ki, anası o qədər qarğış edən idi ki, maşın qəzasına gəldi, başını partlatdı maşın, vurdu, qəza etdi, arvad öldü, getdi, qarğışdan. Bir oğlu qaldı həyətdə, 50 yaşlar olar artıq yəqin ki, bacı var, qardaş var, bunlar buna baxmır. Bir qonşu gəldi ki, yaman gündədir, bir dəyək, ora bir baxaq görək, neyniyə bilərik. Mən də eləmə tənbəllik bu qonşu ilə getdim, gördüm, boğmuş günündədir. Bacı var, qardaş var, hiçbiri yaxın gəlib bunun nə paltarını yumur, nə buna bir balaca qazan, isti bir sup yemək pişirmir. Mən də buna çox iyi gələndim. Özümdən çıxdım. Haqlı yerə, çox işlər oldu, qısa danışıram, haqlı yerə bu bacını, bu qardaşı çox qınadı. Bu qədər bilginin qabağında hamısını Allah Teala mənə sildirdi, unutturdu və qəzəbdən tırmaşdırdı ərşə. Nə oldu? Bu biridir. Bu bir neçə dənə başqa variantlar da vardı. Birini deyirəm. 19-cu ilin payızıydı. Həyətdə deyirdim ki, nar var idi. O narı da biz heç vaxt yığmırdıq. Əlimdə apardım 4 metrlik, bəlkə də 4-dən yuxarı 4 metr nağdı var idi ki, mən qalxmışdım o nərdivanın başına. Saat 5 radələridir. Əlimi uzatmağım yadımdadır. Qalan içini yadımda deyil. Necə oradan düşmüşəm, necə yıxılmışam, heç nə yadımda deyil. Bir də oyananda gördüm zülmətdir. Hamını da yola salmışam, həyətdə təkəm. Bax, bu həyətdə təkəm. Gözümü açdım ki, yerdəyəm. Deyirəm, axı mən nərdivanın başında ayfələk nar yığırdım, mən niyə yerdəyəm? İstədim qalxam, gördüm qalxamıram. Sürgəndim ağaca, ağacı belə sürtünə kürəyimi bir təri qaldım. Bir təri bəlkə bir 10-15 dəqiqəyə mən zorla qalxdım ayağa, dedim, axı mən harda səhv etmişəm ki, yerdəyəm. Mən sənin yolundayım axı, ya Rəbbim. Kinolendikim. Bilmirəm nə yaşın var Fatih Baba. Bizim gəncliyimizdə filmlər belə, fırladılar belə. Lentalar olurdu, qıraqları da deşik-deşik. Bax, o lenta elə bir canlı gedir. Belə, mən də belə baxırım. Birinci gəldi bu adam. Sən o bacı qardaşını niyə qınadın? Dedim, axı, baxmırlar, sənə nə? Sən mənim yaratdığımı qınaya bilməzsən. Quran deyir, dünyada ikən şək etdiyiniz birilərini qınadığınız sizin üçün əzabdır. Bir neçə qınadıqlarım var idi, bir də həyətdə qaynım var idi xəstə. Psixi xəstə idi, acı qutarmışdı. Yaşlı idi məndən. Pinti də adam idi. Mən də ona qulluq edirdim. Deyirdim ki, bu da var idi orada. Deyirdim, bunu niyə yaşadırsın? Kimə lazımdır? Oğul yox, qız yox, arvad yox, ata yox, ana yox, qardaş yox, bacı yox. Kimə lazımdır? Sən demə, bu mənə lazımıymış. Ki mən ona qulluq edim, savab qazanım. Bunu yıxılandan sonra anladım. 19-cu ildir.
bu səhvlərimin, qınadığımın, qəzəbləndiyimin cəzasını qavırğamı qırdı, bir dənə də onurğam əzdi. 2 ay arxası üstə yatdım, sonra da ayağa kaldırdı. Ama bu qəbirstanlıq idi. Başka olsaydı, günahı çok olan olsaydı, savabı az olsaydı. Ama o deyirlər, bir tikə çörəyin o sana da geçib. Bir tikə çörəyim o sana da geçdi, məni ayağa kaldırdı. Deməli, hələ mənə ölüm yoxdur. Mən davam etməliyəm. Sən də qəzəbini ud. Sustur. Sustura bilmirsən. Sevindir ki, sevinəsən. Bağışla ki, bağışlanılasan. Məni bağışla de ki, etik qaydaya riayət etməyi öyrənəsən, sonra qəlbinə get, ya Rəbbim, sənə sığınıram, sənə gəlmişəm. Harda səhv edirəm, məni bağışla, bu dar qapıdan özün məni keçir, mən bacarmaram.